Salam uşaqlar. Biz bugün Əbub Əkov bölməsinin suallarına baxacağıq. Gəlin birinci Əbub Əkovla tanış olaq. Uşaqlar, Əbub ən böyük ortaq bölən deməkdir. Əbub ən böyük ortaq bölən. Əkov ən böyük, ən kiçik ortaq bölünən deməkdir. Əkov ən kiçik ortaq bölünən. Ən kiçik ortaq bölünən. Gəlin əvvəlcə bir ədəd götürək, Əbubun tapaq. Məsələn, uşaqlar, Əbub tutaq ki 60 ilə 75-in Əbubunu tapaq. Əbubunu tapmaq üçün əvvəlcə vermiş ədədləri vuruqlarına ayırırıq. 60-ı vuruqlarına ayırırıq. 62-yə, 32-yə, 15, 3, 5, 5. İndi 75-i vuruqlarına ayırırıq. 75-i 3-ə, 25-i 5-ə, 5-i 5-ə. İndi ortaq olanları seçirik uşaqlar. Ortaq olanlar hansılardır? 5 burada da var, burada da var. 3 burada da var, burada da var. Yəni ayrılışın birindəkini götürürük. Ortaq olanlar 3 ilə 5. Deməli 3 vuraq 5. Əbubumuz neçəyə bərabərdir uşaqlar? 15-ə. İndi gəlin eyni ilə 60 ilə 75-in Əkovunu tapaq. Əkov 60 ilə 75. Uşaqlar, Əkovunu tapanda nə edirik? Böyük ədədi götürürük. Məsələn, fərqi yoxdur. Böyüksə sadəcə böyük götürmək daha rahat. Böyük ədədi götürürük 75. Baxırıq ki, 75-də olmayan hansı vuruq 60-da var. Həmin vuruğu əlavə edirik. Yəni həmin vuruq 60-da var, amma 70-də yoxdur. Gəlin baxaq. 60-da 2 var, 75-də yoxdur. Sonra yenə 2 var, 75-də yoxdur. Yəni 4 vuruğu yoxdur. Bu deyir uşaqlar 300. Deməli 60 ilə 75-in Əkovu neçəyə bərabərdir? 60 ilə 75-in Əkovu uşaqlar 300-ə bərabərdir. Gəlin indi bir neçə xassələrinə baxaq uşaqlar. Məsələn, ardıcıl ədədin əbubu 1-ə bərabərdir. Qarşı sadə ədədlərin əbubu, yəni qarşı sadə ədədlərin əbubu 1-ə bərabərdir. Qarşılıqlı sadə ədədlərin əbubu. Məsələn, qarşı sadə ədədlər hansılardır uşaqlar? Bilirik ki, ardıcıl ədədlər qarşı sadə ədədlərdir. Bir də ortaq vuruğu olmayanlar. Bunlar ardıcıl ədədlərdir. Məsələn, ortaq vuruğu olmayanlar. Məsələn, 13 ilə 17 və yaxud yaza bilərik 15 ilə 19 və yaxud yaza bilərik 20 ilə 27. Bunlar qarşılıq sadə ədədlər uşaqlar. Bunların heç bir ortaq vuruğu yoxdur. Qarşı ədədlərin əbubu 1-ə bərabərdir. Əbub, məsələn, AB nəyə bərabər olacaq uşaqlar? 1-ə. Məsələn, əbub 6 ilə 7 bərabərdir 1-ə. Qarşı sadə ədədlərin əkobu. Uşaqlar, qarşı sadə ədədlərin əkobu isə onların hasilinə bərabərdir. Əkob AB bərabərdir A vuraq B-yə. Qarşılıq sadə ədədlərin əkobu onların hasilinə bərabərdir. Gəlin bunları ayıraq uşaqlar. Deməli, əbubu 1-ə bərabərdir. Əkobu onların hasilinə bərabərdir. Məsələn, yazıram. Əkob 6 ilə 7. Neçə bərabərdir uşaqlar? 6, 7. 42-yə. Yəni, qarşı sadə ədədlərin əkobu onların hasilinə bərabərdir. Uşaqlar, indi gəlin yazaq. Əkob AB vuraq əbub AB vuraq əbub AB bərabərdir uşaqlar. A vuraq B-yə. Məsələn, Əkob 5, 21 vuraq əbub 5, 21 bərabərdir 5 vuraq 21
Bu da 105. Sonra uşaqlar, gəlin əbobun digər xassələrinə baxaq. Uşaqlar, əgər A ədədi B-nin bölənidirsə, əgər A ədədi B-nin bölənidirsə, əbob AB A-ya, əçob AB B-yə bərabərdir. Məsələn, əbob 10-dan 30. 10 30-un bölənidir, düzdür? Onda əbobu kiçiyə bərabərdir. Əçobu böyüyünə bərabərdir. Bərabərdir 30-a. Əbob əçobun digər düsturlarını deyək uşaqlar. Bu da yazaq ki, C ortaq olmayan vuruqların hasilidir. Əbob AB bərabərdir kök atda AB bölü C-yə, əçob AB bərabərdir kök atda ABC-yə. Orta olmayan vuruqların hasili deyəndə uşaqlar bəzən səhv salırlar ki, orta olmayan vuruqların hasili nədir? Məsələn, uşaqlar, yazaq ki, əçob yazaq. Məsələn, yazaq ki, əçob, tutaq ki, özümüzdən bir ədəd yazaq. 21 ilə, tutaq ki, 45. 21 ilə 45-dən ortaq vuruğu çıxardıram. Hansıdır 21 ilə 41 uşaqlar ortaq vuruğu? 3-dür. 3-ü çıxarsam, qalır əçob 7 ilə 15. Bax, bu çərdə qalan uşaqlar, bu 7 ilə 15 ortaq olmayan vuruqlardır. Yəni, C 7 ilə 15-in hasilinə bərabərdir. Yəni, ortaq olmayan vuruqların hasili bu deməkdir. Gəlin, indi test opsundan birinci misallara baxaq. Əbob əçoba aid. Uşaqlar, dördüncü misalları necə yazırıq? 12 və 15, 12-yə 15-i 20-yə bölükdə qalıqda 3 alınan ən kiçik çox rəqəmli natural ədədin rəqəmləri cəmini tapın. Ən kiçik çox rəqəmli ədəd. Gəlin əvvəlcə 12-yə 15-ə 20-yə bölünən ədədi tapaq. Bunun üçün biz yazırıq ki, əçob 12, 15, 20. Və qalıqda 3 alınır deyə üzərinə 3 gəlirik. Baxır, görə uşaqlar, 12, 15-ə 20-yə bölünən ədəd hansıdır? 12, 15, 20. Vuruqlarını ayırırıq. 3, 3. 15-i vuruqlarını ayırırıq uşaqlar. Beşin vuruqları. 15, 3, 5, 5. İndi 20-nin vuruqlarını tapırıq. 22, 12, 5, 5. Neyinirik? Bir böyüyünü götürürük. Məsələn, 20-ni götürdük. 20-də olmayan vuruqlar hansı vuruqlardır? Baxın uşaqlar, burada 3 var, amma 20-də yoxdur. Sonra başqa heç bir vuruq yoxdur. 20 vur 3. O deyir 60. Deməli 12-nin, 15-in, 20-nin əçobu neçəyə bərabərdir? 60-a. Üzərinə də 3-ü gəlirəm. 60 plus 3 bərabərdir 63. Deməli bizim ədədimiz 63-dür. Rəqəmləri cəmini tapın. 63-ün də rəqəmləri cəmi uşaqlar neçə eləyir? 6 plus 3 bərabərdir 9-a. Bu da elədir 63-ün rəqəmləri cəmi. Sonra uşaqlar, başqa əgər belə tapaqda çəkinsəksə, çobuk, gəlin buradakı onda deyək. Məsələn, 12-nin vuruğunu yazırıq. 12-nin vuruğunu. 2-nin kvadratı vuraq 3.
15-in vuruğunu yazırıq, 3 vuraq 5. 20-nin vuruğunu yazırıq, 2-nin kvadratı vuraq 5. Əkobda hamısından üstü böyüklər götürülür. Məsələn, baxıram 2-nin kvadratı, 2-nin kvadratı eyni. 2-nin kvadratını götürürəm. 3 hərəsində bir dənədir. 3-ü götürdüm və 5-i götürürəm. Burada neçə? 4 vuraq, 3 vuraq 5 eyir 60. Eşyənin səsi imkan vermədi. Hə, uşaqlar, nə deyirdim? Yəni, burada indi hərəsinə 3, 5, üstləri 1-dir deyə, indi rahat oldu. 3-ü 5-i götürdük. Məsələn, burada olardı tutaq ki, 3-ü 7, burada olardı tutaq ki, 3-ü 2. Onda 3-ü 7-ni götürərdim. Əkobda üstü böyüklər götürülür. Əbobda üstü kiçikləri götürürük. Sonra gəlin. Uşaqlar, A natural ədədin 3 sayda vuruğu, B natural ədədin isə 8 sayda vuruğu olarsa, AB ədədin neçə sayda vuruğu var? Gəlin buna baxaq. Məsələn, uşaqlar, vuruqlar toplanılır, yəni. 3 sayda vuruqda, 8 sayda vuruqda, bunda AB hasil neçə sayda vuruq var? 11. Bax, desəz ki, məməni topu yox. Özünüzdən yəni bir ədəd də verə bilərsən. Məsələn, tutaq ki, bir ədəd götürürük. Məsələn, sayda vuruqları 2, 3, 5. Yine bir dənə ədəd götürürsünüz. Sayda vuruqları 2, 3, 5. Bir gün haqq qoydum. 5, tutaq ki 7, 11, 1, 2, 3, 4, 5. Lap bunu da üstə 2 yazaq. 3, 4, 5, 6. Burada 13 yazaq. Şimdi saydım uşaqlar. 2, 3, 4, 5, 6, 7. Lap bunu da üstə bir dənə 2 yazaq. Sayda vuruqlar deyəndə hamısı toplanır. Yəni 3 dənə yuxarıdadır, 8-dən aşağıdadır. Bu ədədlərə bir-birinə vursaq da yenə neçə? 11 dənə. 11 dənə sayda vuruğu var. Sonra uşaqlar, gəlin baxaq 10-cu misala. Bir o birinin 4-dəcini təşkil edirsə, 2 natural ədədin əbovi 27-dir. Bu ədədlərin cəmini tapın. Biri o birinin 4-3-üdür. Uşaqlar, yəni nə yazaq? Birinə tutaq ki, x yazaq, birinə 4-3x yazaq. Yəni, bir o birinin 4-3-üdür. Yazırıq ki, əbob x 4-3x əbob neçəyə bərabər uşaqlar? Əbob 27-yə. 27-yə. Buradan x ortaq vuruq çıxartsam, x əbob 1-lə 4-3. Bunlar necə ədədlər uşaqlar? Bunlar qarşı sadə ədədlərdir. Qarşı ədədlərin əbobu 1 olur. Onda x bərabərdir 27 olur. X-im 27-dir. Əgər mən x-i 27 götürsəm, uşaqlar 27 götürsəm, yəni burada 27 ödəyir, amma 27 vur 4-3 uşaqlar kəsirdir. Axı mənə deyir ki, ikisi də natural ədəddir. 2 natural ədəd. Deməli 27 olum. 27 misilinə baxıram. Məsələn, götürürəm 27 misilin içəridə 54. 54 götürsəm, 54 naturaldır, ancaq 54 vuraq 4-3 natural deyil. Məsələn, 27-nin digər misilini götürəm, tutaq ki, 81. 81 naturaldır, ancaq 81 vuraq 4-3 natural deyil. Gəlin götürək 108. 27-nin digər misli 108. 108. Şöyle buradan yazaq. Çox yuxarı qalxdım. 108 naturaldır. 108 vuraq 4-3. Bu da naturaldır. 108-i 4-3-ə vuranda 27, 3-ə vuranda 81. Deməli 108 ilə ədədimiz 81-dir. 108 ilə 81-in cəmi nə edir uşaqlar? 189. Sonra gəlin. Yəni bu da bilir ki, e-nin ən kiçik qiyməti rəqəmlərin cəmisi, yəni həm 6-ya, həm 8-ə, həm 9-a bölünən ədəd hansıdır? Yəni onların əkubunu tapırıq, sonra rəqəmlərinin cəmini toplayırıq. Sonra uşaqlar, məsələn, gəlin baxaq 14-ə. Bir nöqtədən iki müxtəlif çevrə üzrə iki nöqtə eyni zamanda hərəkətə başlayır. Birinci nöqtə çıxış nöqtəsinə hər 50 saniyədən bir, ikinci isə hər 60 saniyədən bir qayıdır. Hansı ən qısa müddətdə onlar çıxdıqları nöqtədə görüşərlər? Uşaqlar, bu tip misallarda həmişə əkub tapılır. Yəni, bu tip misal deyəndə, yəni addım məsələlər də olur. Məsələn, biri tutaq ki,
70 santimetr, biri atır 80 santimetr. Neçə santimetrdən sonra onların addımları üstə düşər. Yəni burada əkop tapılır. Yəni burada da məsafə olduğuna görə əkop tapılır. 60 saniyədən 50 saniyədən bir məsafə nəymiş uşaqlar? Vaxtla da 50 saniyədən bir, 60 saniyədən bir qayıdırlar. Yəni bunlar eyni vaxtda, eyni nöqtədə olmaları üçün bunların əkobu tapılmalıdır. Yəni əkob 60 ilə 50 tapılır. Addım məsələlərində uşaqlar məsafə deyirəm. Gəldi bura düşdü məsafə sözü. Sonra 15-16 hazır düsturdur. Baxın 18 addım məsələsidir. Biri 35 santimetrdən bir, biri 45 santimetrdən bir addım atır. Addımın uzunluğudur. Addımın uzunluğudur. Yəni neyniyərik? 35 ilə 45-in bizə deyir ki, neçə üstə düşər. Məsafəmiz də verib 630 metr. Əvvəlcə uşaqlar əkob 35 ilə 45-i taparam. 35 ilə 45. 35 ilə 45-in əkobu neçə edir uşaqlar? Vuruqların ayırmada. Gəlin yazaq. Tutaq ki, 35-in vuruğu. Gəlin ortaq vuruq çıxarmaqla yazım. Tutaq ki, 5-i ortaq vuruq çıxarsam, əkob 7 ilə 9. 7 ilə 9 qarşı ədədlərdə olan əkobu olan hasilinə bərabərdir. 63 vur 5. Uşaqlar, bu deyir neçə? 5 dəmir üçün 15. 315. Deməli, 35 ilə 45-in əkobu neçəyə bərabər uşaqlar? 315-ə. Sonra da 630 ümumi yolu bölürük bunların addımların əkobuna. Ümumi yolda metrlərdir uşaqlar, çevirmək lazımdır. 630 metr 63.000 santimetr deməkdir, düzdür? 63.000 də bölürük uşaqlar addımların əkobuna. 315-ə. O deyir 200. Yəni neçə dəfə üst-üstə düşərlər? 200 dəfə üst-üstə düşərlər. Sonra gəlin yazaq 22-ni. En natural ədədi üçün əbob 8n kvadrat plus 6n, 8n kvadrat plus 10n bərabərdir 20-dir. Uşaqlar, bax, gəlin ortaq vuruq çıxardaq əbobda. Əbob 8n kvadratı plus 6n, 8n kvadratı plus 10n bərabərdir 20-yə. Buradan ortaq vuruq uşaqlar. 2n-i çıxarsaq, 2n əbob içəridə qalır 4n plus, hər ikisini uşaqlar 2-ni çıxardırıq. Bir də 4n plus 5. 4n plus 3 ilə 4n plus 5 qarşılı sadə ədədlərdir. Qarşı sadə ədədlərin əbobu 1-ə bərabərdir. Desəz müəllimə, baxanda görmürük. Yəni siz yenə 1 qoyub yaza bilərsiniz də. Yenə 1 yazsaz, tutaq 7 ilə 9. Necə ədədlərdir? Qarşı sadə ədədlərdir. Hə, uşaqlar, deməli yazıram. Qarşı sadə ədədlərin əbobu nəyə bərabər oldu? 1-ə. 2n bərabərdir 20-yə, yəni 2n vuraq 1-də 20, n də eləyir 10. N-imiz 10-a bərabərdir. Yenə ya buradan ortaq vuruq çıxardıb yazarsınız, ya da yerinə qoyub tapa bilərsiniz. Məsələn, yenə ortaq vuruq çıxardıram əkobdan. Əkobdan ortaq vuruq çıxardanda uşaqlar, n-i ortaq vuruq çıxarsam, n əkob n plus 1, n plus 3. Qarşı ədədlərin əkobu da onların hasildir də, yəni n vuraq n plus 1, n plus 3. N neçə tapmışıq uşaqlar? N-i 10 tapmışıq. Yerinə də yazanda 10 vuraq 11 vuraq 13. 143 edir yəqin. 1430. Səhv hesablamadıqsa. Sonra uşaqlar, gəlin yazaq 26 tipindən. Deyir ki, m plus n 56-ya bərabərdir. Əkob m-in 105 şərtlərini ödəyən m-latı ədədlərin kiçiyini tapın. Bunu necə yazarıq? Tutaq ki, əkob m-imiz neçəyə bərabər uşaqlar? 105-ə. Mən bu misalları necə yazıram? M-ə 1 kx deyirəm. N-ə 1 ky deyirəm. Gətirib yazıram yerinə. Yazıram əkob kx ky bərabərdir 105-ə. Uşaqlar, k-nı ortaq vuruq çıxardanda, tutaq ki, k vuraq, əkob, mötədə səhv oldu. K əkob x, y bərabərdir 105-ə. Artıq x, y qarşı ədədlərdir. Qarşı ədədlərin əkobu onların hasilinə bərabərdir. Yəni k, x, y bərabərdir 105-ə. Bir də uşaqlar, gətirib burada yerinə yazsaq. Bax bunu.
Bu da yazıram. Kx plus ky neçəyə bərabərdir? 56-ya. K-nın ortaq vuruq çıxardanda x plus y 56-dır. Yəni x, y də m-in də NATO ədədlər olduğuna görə uşaqlar, deməli, yəni k-nı, kx, ky bunlar hamısı NATO ədədlərdir. Baxıram ki, 56-nın demək ki, k həm 56-nın vuruğudur uşaqlar. Baxın, k həm 56-nın vuruğudur, həm də k nəyin vuruğudur uşaqlar? 105-in. Baxıram ki, həm 56-nın, həm 105-in vuruğu olan hansıdır k? Uşaqlar, görəm 7-dir. Çünki 56 da 7-yə bölünür, 105 də 7-yə bölünür. Deməli, k-nın qiyməti neçəyə bərabərdir? K-nın qiyməti 7-yə bərabərdir. Onda x plus y-in qiyməti neçə olur? 56-nın 7-yə bölündü 8, k-nın qiyməti 7-dirsə, x, y-in qiyməti neçədir? 105-i 7-yə böləndə uşaqlar 15 eləyir. Hansı ədəddir ki, cəmi 8, hasil 15 eləsin? 3-lə 5, düzdür uşaqlar? Demək, tax yazıram, x bərabərdir 3, y bərabərdir 5. Mən x, y tapmışam. Mənə uşaqlar m və n ədədlərini istəyir. M və n ədədlərini. Onda k neçə tapmışdım? K-nı 7 tapmışdım. Deməli, biri 21-dir. 3-ü 7-yə vuranda. Gəlin burada yazaq uşaqlar. Bura 3 verək də. K da 7-dir. 7-ni 3-ə vuranda biri 21-dir. 7-ni 5-ə vuranda bir də 35-dir. Şərtini ödəyən m, n NATO ədədlərin kiçiyini tapın. Uşaqlar, kiçiyi neçə oldu? Kiçiyi elədi 21. Ədədlərinin m və n NATO ədədlərinin kiçiyini tapın 21. Sonra ədədlərimiz də 21-dən 35-dir. Sonra uşaqlar, gəlin baxaq. Məsələn, gəlin baxaq 30-a. 30 necə yazaq? A-mız 2K-dır. B-miz də 5K-dır. Düzdür, uşaqlar. Gətirib yerinə yazsaq, əkop 2 A-mız 2K-dır, B-miz 5K-dır. 2K, 5K çıxaq əbob 2K, 5K bərabərdir 54-də. Uşaqlar, hər ikisindən K-nı ortaq vuruq çıxartsaq, K-nı ortaq vuruq çıxartsaq, bax, yazıram ki, K əkop 2, 1 çıxaq K əbob, burada niyə mötərəcə yazdım, bilmirəm uşaqlar. K əbob 2, 5 neçəyə bərabər uşaqlar? 54-də. 2 ilə 5-in əkobu onların hasilidir. 10K əbobda 1-ə bərabərdir. Çıxaq K bərabərdir 54. 9K bərabərdir 54. Uşaqlar, K da bərabər neçəyə? 6-ya. K-nı 6 tapdım, aparıb yerinə qoyuram. Yazıram ki, 2 vuraq 6 bərabərdir 12. A-mız 12-yə bərabərdir. 5 vuraq 3 bərabərdir. 3-ə niyə vurdum uşaqlar? K-nı 6 tapmışam. 5 vuraq 6 bərabərdir 30-a. B-miz də 30-a bərabərdir. 30-dan 12-ni də cəmi nə edir uşaqlar? 42 eləyir. Yəni, bununla da bunu toplayanda alınır 42. Sonra, gəlin 30 tiplərini yazaq. 57 ilə 38-in ortaq vuruğunu çıxardır uşaqlar. Ortaq vuruğu 19-dur. Üstə kvadrat ona görə kvadrat. 19-un kvadratı, yəni bir də yaza bilərik uşaqlar. 19-un kvadratı vuraq 3-ün kvadratı, 19-un kvadratı vuraq 2-nin kvadratı. 19-un kvadratını çıxarsam, qalar 3-ün kvadratı plus 2-nin kvadratı. Uşaqlar, bu nə edir? 19-un kvadratı vuraq 3-ün kvadratı 9, 2-nin kvadratı 4, 13. Neçə dənə vuruğu var? 3 vuruq. Bəzən uşaqlar bilirsiniz nə edir? Belə yazır, götürür. Deyir 2, 2, 2, 6 dənə. Ortada toplama var. Biz sayda vuruqları ancaq hasilin içində axtarırıq da hasil olmalıdır. Yəni hasil mütləq ki, hasil şəklinə çeviririk. Sonra vuruqların sayını uşaqlar tapırıq. Sonra AB arıcının altı ədədlərdir. Arıcının altı ədədlər uşaqlar biz ki, n-dən n plus 1-dən yazılır. Sonra 38. Yəni 38 yazaq görə 38 necə misaldım. Əbob n-in kvar plus 5 plus 6. Şurada gəlin vuruqlarını ayıraq. Kökləri cəmi mənfi 5. Gəlin türk üsulundan yazaq. N. Tutaq ki 6-da da 2 ilə 3. Çarpaz vuranda 5 alırıq. Deməli bunu uşaqlar vuruğu n plus 2. N plus 3'dür.
Bu da yenə bunun da vuruqlarını ayırsaq n 8-in vuruğunda 4 2 yazsaq, çarpaz vuruq toplasaq 6-nı alırıq. Onda bunun vuruğu da n plus 4 ilə n plus 2-dir. Neyirəm? N plus 2 ortaqdır. Ortaq vuruğu çıxardıram. Ortaq vuruğu çıxardan sonra yerdə qalan ədədlər içinə baxmaqda bilirik ki, uşaqlar artıq qarşı ədədlərdə olan əbov 1-dir. Deməli, ortaq vuruğum neçədir? N plus 2. N plus 2 bərabərdir 5-ə, uşaqlar. N də bərabərdir 3-ə. Sonra, yəni də n plus 3-dən n plus 4-ə baxmadıq. Çünki onlar qarşılıqlı sadə ədədlərdir. Məsələn, 41-də nə deyir uşaqlar? Bunun vuruğu n çıxaq 3-dür, n plus 3-dür. Düzdürmü? Bunun vuruğu hansıdır uşaqlar? Köklər cəmi mənfi 1, köklər hasili mənfi 12 olan ədəd hansıdır? Mənfi 4 ilə 3-dür. Onda n plus 4 vuraq n minus 3-dür, düzdür. Bizim də ortağını tapsaq, ortağımız neçədir uşaqlar? İkisinə də olan n plus 3-dür. Baxın, ortaq hissədə n boy açdım uşaqlar. N plus 3 yox, n minus 3-dür. Da içəri baxmıram. İçəridəki onların hasili 1 eləyəcək. Deməli, n minus 3 bərabərdir 15-ə, n də bərabərdir 18-ə. N-imizin qiyməti 18-dir. Yerinə qoyanda, 18-dən 7 çıxanda 11 faktorial, 2-nin 18-ə vurun, 36-ın üstə 1 gələndə 37 faktorial. Bunu yazaq əkon. Əkon. Uşaqlar, 11 faktorialda 2 və 5 vuruğu var da, 37 faktorialın içində də 2, 5, 20, 30, yəni sonu 0-la qutarır. Yəni ona görə bunların əkobunda mütləq sonu nə ilə qutarılmalıdır? 0-la. Çünki hər iki hasilin sonu 0-la qutarır. Ona görə bu hasilin də sonu mütləq ki 0-la qutaracaq. Çünki 11-in də içində, yəni 11 faktorial nə demək uşaqlar? 1-dən 11-ə qədər ədədlərin hasilidir. 1-dən 11-ə qədər ədədləri bir-birinə vuranda sonu 0 eləyir. 37 faktorialda desəz mənim 0 nədən görə? Yəni 2, 5 vuruğu var, içində 10 vuruğu var, nə bilim 5, 6 vuruğu var. Yəni onun axırı 0-dır da. Demək ki, bunun onsuz sonu 0-la qutaracaq. Eləcə də 37 faktorialın axırı 0-la qutarır. Demək, onların əkobun axırı nə ilə qutarılmalıdır uşaqlar? Əkobun axırı 0-la qutarılmalıdır. Gəlin, məsələn, əbob 45 tipli misal yazaq. Uşaqlar dedik ki, əbobda üstü kiçiklər çıxardılır, əkobda da üstü 12 yazarıq 2-nin kvadratı, vuraq 3 yazarıq uşaqlar, üstdə də k var. Yəni bu da 2 üstü 2k, vuraq 3 üstü k deməkdir. Əbobda üstü kiçik vuruqlar çıxar. Üstü kiçik vuruqlar hansıdır? Burada 2 üstü 2-dir, burada 2 üstü 2k-dır. Yəni 2k odur ki, yəni arta bilərdir. Deməli, üstü kiçiklər 2 üstü 2-dir. Sonra baxıram, 3 üstü k plus 2 buradadır, 3 üstü k buradadır. Kiçiyi hansıdır? 3 üstü k. Bərabərdir 108-ə. Buradan da 3 üstü k bərabərdir 27 uşaqlar. Yəni 3 üstü k bərabərdir 3 üstü 3, k da bərabərdir 3-ə. Bildi uşaqlar, əbobda kiçik üstü kiçik vuruqları götürürük. Əkobda amma üstü böyük vuruqları götürürük. Sonra 48-ə nə deyirlər uşaqlar? Əkob ardıc cəhətlər olarsa uşaqlar, buradan n-in qiymətini tapa bilərik də. Məsələn, B-dən A-nı çıxanda fərq 2 eləyir. Tutaq ki, C-dən A-nı çıxanda fərq neçə eləməlidir? Fərq 4 eləməlidir. Çünki bunlar ardıc cüt ədədlərdir. Birə bir-birindən çıxıb hesablayıb yaza bilərsiniz. Sonra bunlar özünüz yazasınız. Məsələn, gəlin bir buna baxaq. M-in vuruğu hansıdır uşaqlar? M-in vuruğu bax, qara cızıqlı olanlardır. Deməli, olur nə M-in vuruğu? 3 üstü yazıram. M bərabərdir 3 üstü 5. 5 üstü 5. 7 üstü 1. Bəs N-in vuruğu hansıdır uşaqlar? N-in vuruğu 3 üstü 7. Sonra hansıdır uşaqlar? 5 üstü 4. 5 üstü 4. Bir də 7 üstü 2. Uşaqlar, dedik ki, əkobda üstü böyüklər götürür, əbobda üstü kiçiklər götürülür. Gəlin, əvvəlcə əkobunu tapa, əkobda üstü böyüklər götürür. Hansıdır üstü böyüklər? İkisindən 3 üstü 7, sonra hansıdır? 5 üstü 5, 7 üstü 2. 5 üstü 5, 7 üstü 2. Bu əkobda üstü böyüklər götürülür. Əbobda da üstü kiçiklər götürülür. Gəlin, burada yazın.
Deməli, ət-çöpdə üstü böyüklər götürüldü. 3 üstü 5. Saçdım uşaqlar. 3 üstü 7. 5 üstü 5. 7 üstü 2. Əbobda da üstü kiçiklər götürür. Hansı üstü kiçiklər? 3 üstü 5. 5 üstü 4. 7 üstü 1. Bax bu ikisindən ha. Üstü böyüklər olanda əbobları seçirik. Üstü kiçiklər götürürlər. Çöpləri götürürük. İxtisar aparsaq. Tutaq ki, uşaqlar. Bundan bu getdi. Bundan bu getdi. Bundan bu getdi. Burada qaldı 3 üstü 2. Yəni 9 vuraq 5 vuraq 7. Neçə uşaqlar? 5'dən 9'un 45. 45 də 7'yə vuranda 5'dən 7'in 35. 4'dən 7'in 28. 3'də 11. 315 edir. Əgər səhv hesablamadıqsa 9, 5, 7. Sonra uşaqlar. Ölçüləri 54 və 72 düz bucaqlı şəkildə kiçik parkın ətrafına. Hər birinin qiyməti 50 manat. Uşaqlar, bu tip misalları neyinirik? Bax, 54 ilə əbob, 54 ilə 72-ni tapıram. 54 ilə 72-nin əbobu neçə edir uşaqlar? 54 ilə 72-nin əbobu. Kəsin gəlin belə yazaq, belə yazmayayım. Bax, uşaqlar, yazıram belə. 54 ilə 72. Sonra xəttimdən qıraqda bir dənə xətt çəkirəm. 54 70-in bölüdə hansıdır? 18. Bura yazıram 3. Bura yazıram neçə uşaqlar? 4. Boyunca bir məsələn 3 dənə, 6 dənə, hər iki tərəfdən 4 dənə kəndə 8 dənə. Cəmi edir 14 dənə. 14 dənə işıq dirəyə bastırırıq. Dirəyin də birinin qiyməti 50 manatdır. 14 də vuruq 50 uşaqlar edir neçə? 700. Sonra bu misal uşaqlar bayaq dedik ki, əbobda üstü böyüklər götürür, əbobda üstü kiçiklər götürür, ət-çöpdə üstü böyüklər götürür. Məsələn, mən 2 üstü 2 götürmüşəmsə, burada 2 üstü 3-sə, deməli hökmən bu 2 üstü 2-dir ki, mən kiçiyini götürmüşəm. Məsələn, 3 üstü 4-ü götürmüşəmsə, bu da 3 üstü 5-dir, deməli bu hökmən 3 üstü 4-dür ki, mən kiçiyini götürmüşəm. Bu 7 üstü 3-dür, bu 7 üstü 4-dür, deməli bu da 7 üstü 3-dür, çünki kiçiklərini götürmüşəm. Əbobda üstü kiçiklər götürülür, ət-çöpdə üstü böyüklər götürülür. Uşaqlar, məsələn, ölçüləri 48, 60, 60 metr. Yenə üçbucaq formasındadır. 48, 60, 60-ın ət-çöpünü tapıram. Ət-çöpü 12, 4, 5, 5. Deməli, 5 dənə ağac buradan, 5 dənə buradan, ta ki 4 dənə də buradan əkirəm. Ümumi nə qədər edir? 5, 5, 14 dənə. Ən az neçə ədəd ağac lazımdır? 14 ağac uşaqlar lazımdır. Sonra məsələn, usta bir gündə 4, onun köməkçisi 2 stol hazırlaya bilir. Onlar başqa iş görmədən bir neçə günə cəmi 72 stol hazırladı. Bu stolların içərisini usta hazırladı. Uşaqlar 4 ilə 2-ni toplayaq. Birlikdə görək ki, bir nə qədər stol hazırlayır? 6 stol hazırlayır da. 72-ni bölürəm 6-ya 12 gün. Yəni bunlar 72 ədəd stolu 12 günə hazırlayırlar. 12 günə. Bir günə neçəsini usta hazırlayır? Bir günə usta 4 hazırlayırsa, 12 günə də 12-ni vuracam 4-ə, eləyəcək neçə uşaqlar? 48. Bu stolların 48-ini yəni usta hazırlayır. Sonra K+2 bölü 100 K+2 tam ixtisar etdikdə en bölünün kəsiri alınır. Uşaqlar, bilir ki, qarşı səhətlərin tam ixtisar ediləndən sonra ilə bağlanırsa, deməli, n-lə qarşı sadətlərdir. Qarşı səhətlərin ət-çöpü nəyə bərabər uşaqlar? Onların hasili, yəni m-in üstü 5, 5-i çıxartdım çölə, bərabərdir 7 üstü 10-a uşaqlar. 5-in ixtisar getsə, m-in bərabərdir 7-nin kvadratı, yəni 49-a. 5-in ixtisar getdi, 7 üstü 2, 49 elədi uşaqlar. Yəni hansı ədədlər hasili 49-dur? 7 ilə 7-dir. Sadəcə ixtisar olunub deyə mən onu 49-da 1 götürürəm. 7 götürmürəm. Yəni m-ə verirəm 49, deyirəm ki, m böl m bərabərdir 49-da 1-ə. Yəni k plus 2 bölək 100k plus 2 bərabər neçə uşaqlar? 49-da 1-ə. Bunu da həll eləsək, bir də 7 götürmürəm. Çünki kəsir ixtisar olunandan sonra bu kəsir alınıb. Yəni o kəsir ixtisar olmayan kəsirdir. Buradan uşaqlar 49k plus 98 bərabərdir 100k plus 2-yə 51
3-dən 49 çıxan 51 qalır. 51 k bərabərdir. Nəsə hesablamadım hardasa. Bu 47 deyir uşaqlar. Bura 2 yazmışam deyirəm axı. Bura 2 yazmalıyım. 47 yazmalıyım. 100 k plus 47. Buradan da 51 k bərabərdir. 51-ə uşaqlar. K da bərabərdir 1-ə. Demək K-nın qiyməti 1-dir. K-nın qiyməti 1-dirsə, M plus K-nı istəyir. Deməli K 1-dir. M-in qiyməti 49-dur. N-in qiyməti də 1-dir. Cəmi ilə neçə uşaqlar? 1 plus 49 dəqiq 1 bərabərdir 51-ə. Sonra məsələn, qarşı sadədlərdirsə uşaqlar 58, 2, 29 mütləq ixtisar aparmaq lazımdır. Çünki qarşı sadədlər deyirsə, bunların ortaq bölüğü yoxdur. Deməli 5x minus 4 bərabərdir 11-ə. 5x bərabərdir 15-ə. X bərabərdir 3-ə. 3y plus 2 bərabərdir 29-a. 3y bərabərdir 27-yə. Y də bərabərdir 3-ə. Yox, nə gözəl yazdım. 9-a. X, y xasi neçəyə uşaqlar? 3 vuraq 9 bərabərdir 27. Sonra, məsələn, əkobu, əbobu 3-dür. Uşaqlar, yəni kiçik ədədlərdə baxanda görür ki, kiçik ədədlər ki, bunların əkobun, əbobun cəmi 1 eləyir. Məsələn, bura 2, bura 1 yazsam, B-miz 2 faktorial, A-mızda tutaq ki, 1 faktorial. Uşaqlar, 2 faktorial ədədlərin hasisi 1, 2, 2-dir. Deməli, bunların əkobu 2-dir. Əbobu da yenə 1 faktorial, 2 faktorial, əbobu da 1-dir. 2 ilə 1-in cəmi neçə eləyir? 3 eləyir. Sonra uzunluğu 72 və 32 olan düzbucaqlı formalı bağ sahəsinin perimetri boyunca hasar çəkilmişdir. Bunun üçün aralarındakı məsafələr bərabər olmaq şərti ilə dirəklər bastırılmışdır. Qonşu dirək arasındakı məsafə ən çox nə qədər ola bilər ki, və neçə dirək lazım? Uşaqlar, yenə eyni şeydir. 72 ilə 32-nin əbobunu tapırsan, 72-nin əbobu neçə uşaqlar? 32-nin 8-ə böləndə 4, 8 eləyir. Deməli, bu 9-dur uşaqlar, bu 4-dür. Düzdür. Deməli, neçə metrdən bir? Səsim batdı. Uşaqlar, üzrü sayın. Neçə metrdən bir ağac əkilir? 8 metrdən bir, düzdür. Və ən çox nə qədər dirək bastırıla bilər? Bu düzbucaqlı da yenə. Bura 72, tutaq ki, bura 32 tərəfdir, bura 72 tərəfidir. Yəni 9 dənə buradan, 9 dənə buradan, 4 dənə buradan, 4 dənə də buradan. Neçə eləyir? 9 plus 4, 26 dənə, hə? Səhv eləmirəmsə. 8, 18, 8, 26 dənə. Deməli, 26 dənə dirək lazımdır. Neçə metrdən? Bax, bu tapdığım metrdir. 8 metrdən bir, 26 dənə dirək lazımdır. Sonra, məsələn, arxa təkərin radiyusu 0,5-dir, ön təkərin radiyusu 1-dir. Bu 0,5-dir uşaqlar, bu 1-dir. Eyni anda düşərsə yenə, yəni ki, bunların əkobunu taparıq. Çevirən zonu nəyə bərabərdir? 2 pi-yə. Birinci 2 pi-nin qiyməti verir 3, burası 0,5, bu eləyir 3. Birinci çevirən uzunluğu 51 yazaq. Bura 51 yazaq, bura 52 yazaq. İndi 52-ni tapıram. 2 vuraq 3, vuraq 1. Bu deyirlərdə 6. Sonra da uşaqlar əkob 3-dən 6-nı taparam. Neçə eləyər? 6. Əgər səhv hesablamadıqsa. Sonra 305, 5, 6 desib alsaq, bir dənə kitab 6 qarışıq. Deməli, əkob 3, 5, 6 üzərinə gəlirəm 1. 3, 5, 6-nın əkobu neçə eləyir uşaqlar? 30 eləyir. 31. Kitab, əgər kitabları 7 dəstəyə bağlasaq, kitab qalmaz. Uşaqlar 3, 5, 6-nın əkobu 30 eləyir. Bu hesabla 31 eləyir. Amma 7 eləyəndə kitab 31 kitab artıq qalır. Amma bizə deyir ki, qalmasın. Mən də baxıram 30-un misilinə. Məsələn, 30-un 3 misilinin üzərinə 1 gəlsəm 91. 91 də 7-yə bölünür, qalıq 13 eləyir. Deməli, nə qədər kitab, nə qədər
Nə yazır? Ən az neçə kitab ola bilər? 91 dənə. Bildiniz niyə uşaqlar? Məsələn 3 5 6-ın əkobu 30 elədi. Üstə bir gəldim 31, amma 30 axı 31 7-yə bölünəndə qalıq qalır. Mən də baxıram ki, hansı ədəd ki 7-yə bölündə qalıq qalmır. Məsələn 30-un misilinə baxıram da. Məsələn 30-un misili hansı? Tutaq ki 31-də qalıq qaldı. Sonra 30-un üzərinə 30 gəldim. 61-də qalıq qaldı. Üzərinə 30 gəldim. 91-də qalıq qalmadı. Deməli